Tərikə. Nə deməkdir tərikə? Tərikə sufizm, ekstatik durum. Sufi amon ekstatik durumda ruhu bədəndən çıxardır, bəqa səviyyəsinə qalxır, orada ilahla vəhdətə nail olur. İlahın sirri dərk elədin, hər şey dərk eləyirsən. Deməli, ilahın sirri dərk eləyən bir saat ərzində ulduzlar arasında məsafəni ölçür. Ruh bədəndən çıxdı, bəqa səviyyəsinə qalxdı, ilahla vəhdətə nail oldu. Bir saatın ərzində ulduzlar arasında məsafəni ölçür. Daş, istənilən cihazı, daşı, istənilən materialı yarım saatın içində tənasübün bilir, sastavın, tərkibin bilir. İstənilən vaxt onu yarada bilər. Misir piramidi necə tikilib? Beton blokların tərkibini öyrənib. Piramidalar. Piramida necə tikilib? Beton blokların tərkibini öyrənib, daşların tərkibini öyrənib. Süni şəkildə o daş yaradılır. Onlar bizim bloklardır. Onlar bizim beton bloklardır. Və o qısa müddətdə tikilib. Adi insanlar tikib. Adi insanlar tikib. Təbii ki, onun başçıları pirlər olub. O başqa söhbət. Adi avam insanlar tikib. Beton bloklar düzəldiblər. Töküblər yerində. Tökülür betonu qala quruyublar. Məqsəd nə üçündür o piramidalar? O bir söz nətərdir. Onun üçün yaradılışı sirrini bilmək lazımdır. Qaldırılmış torpaq söhbəti gedir. Torpaq qabardılmış. Bilirsiniz, insan, bütün hər şey insandır bədəndə civan çıxır. Zikkurat hansı dildədir? Zikkurat, o Assur Misir yazılarında zikkurat üstündəki tikilidir o. O da daş piramidadır. Lakin zikkuratın altında o Eteminanke məbədi var. Esagil məbədi var. Qızıl güllə var. Misir, əsl Yerusəlim oradadır. Zikkur evi ki, bir qızıldan güllə tikibsən 62 metr hündürlüyündə, yanında böyük bir şey salıb, balaca şəhər salıbsan və onun üstündə daş tikibsən ki, o torpaq onu eroziya uğramasın, torpaq onu məhv eləməsin. Zikkurat da üstündəki tikili deməkdir. Onun altında məbəd gizlənir. Bunlar hamısı Azərbaycandadır. O 3 dənə məbəd ki var, 3 dənə piramida ki var ha. O 3 dənə piramidanın əsli Azərbaycandadır. Onlar obrazlarıdır, rəmizləridir. Bizlər kimi görmürük. O görə bilməz, o dağın altında gizlənir, axirətdə açılacaq o. Siz görürsünüz amma. Bəli. Siz görürsünüz. Mən təxmini bilirəm yerlərini, bilirəm. Mən 90-cı ildən Əhcanda axtarıram və təxmini yerlərini bilirəm, bəli. Hansı dağların altında təxmini bilirsən. Talış dağlarını demirsiniz də, Talış dağları. Talış dağları, indi yəni gedirəm. Talış deyəndə bugünkü Talışlar Azərbaycanı parçalamaq üçün, mən onu xüsusi qeyd edeyim. Talışlar özünə qəbul edirlər ki, biz Talışımız ancaq bugünkü farsça dilli danışların qədim Talışa aidiyyəti yoxdur. Talıq sözü qədim Misir yazarında Allahın adlarının biridir. Telos, Talas, Allahın Amontalis kimi gedir. Bu Allahın adlarından biridir və bu Talış dağı da Telos dağı kimi gedir. Onun üstündə Dilmun cənnəti yaradılıb. Yəni bu yardımlıdadır. Və Lənkəranla onun arasında 100 kilometr fərq var. 100 kilometrliyində Talış dağları başlayır. Uzanır Ərdəbilə doğru. İndi özün fars dilli Talış var ki, parçalamaq istəyirlər. O dilli farsların qədim Talış xalqına aidiyyəti yoxdur. Bütün cənub bölgəsinin yarısından çoxu, bir dənə Astaradan başqa bütün rayonların yarısı türk dillilərdir. Əsl Talış xalqı onlardır. Onlar pirlər, seyidlər, bəylər. Kuddus müqəddəs deməkdir. Əqdəs müqəddəs deməkdir. Bunlar müqəddəslər nəslidir. Talış dağları da həmin o, mən dediyim o piramida onların üstündə onun üstündə torpaq töküblər, dağ eləyiblər. Bəli, onun altında 3 dənə bu dəqiqə var. Yəni onu o vaxtında açılacaq, onu biz deyilir. Hamısı o sübut olunacaq. Yəni o piramida qaldırılmış torpaq mənasındadır. İlkin materiyanın özü o bütün sahələrin üstündə qabartmalar olur, təbii vasitələr, təbii əmələ gətirir, təbiət. Və o, həmin onu piramidanı ona bənzədib və ilkin materiyada qabartma əmələ gətirib. Yəni, necə ki, göylər onlar dünyası yaranıb və o qabartmanın cənnətin bir rəmzi olmuşdur. Yəni, torpaqdan ayrılan, içində bir Padnebes mıstıranı fikir ver. Padnebes, göyün altında, yerlə göyün altında bir təbəqə var. Və həmin o təbəqədə cənnət yaranıb. Cənnət yerlə göyün arasındadır.